Buyurun dinleyirik. Aha, yenə də təkrardan hər kəsi salamlayıram. Gününüz xeyirli, uğurlu olsun inşallah. Ekran kaydı görünür. Bəli, Aha, mən də görünürəm. bəli. Aha. Biz dünən 6-cı və 7-ci dərsimizi keçdik. İkinci bölmə dedim, birinci bölmə 6 dərs idi, ikinci bölmə 10 dərsdir. Toplam 16 dərs eləyir və dünən biz ikinci bölməmizin ilk dərsini keçdik. İkinci fəslin ilk dərsi, yəni ki 7-ci dərsimiz idi. Artıq bugün 8-ci dərsimizdir. Yəni ikinci bölmə ilə, ikinci fəsillə ikinci bölmə. Şəxsi marka və biznes markası. Bunlar nə deməkdir? Şəxsi marka ümumiyyətlə brendinizin biznesinizin brendə çevrilməsi, brendinizin də markaya çevrilməsi deməkdir. Yəni ki, bunlar etap-etap olur. Birinci mərhələ, siz öz ağlınızda bir biznes sahəsi fikirləşirsiniz. Məsəl üçün, biznes sahəsi çoxdur. Dünən şəxsimə yazıb soruşanlar da çox idi ki, neçə biznes sahəsi var, hansı biznes sahələri ilə məşğul ola bilərik, hansı daha çox işə yarayandır, hansı sahələr üzrə bilgi öyrənə bilərik və yaxud da öyrəndiyimiz bilgiləri hansı sahəyə çevirə bilərik. Düzdür, mən təhsil analitik eksperti deyiləm, amma yenə də mən öz müşahidələrimlə həm tələbəlik həyatımdan, həm də ki qarşı necə deyim, müəllimlərimlə, tələbə yoldaşlarımla və həm özümün tələbə yoldaşlarımla, həm mənim dərslərimdə iştirak edən tələbələrdən sorğu götürərək mən artıq bəzi top 10, top 5 və top 10 siyahısı çıxartmışam. Onların birincisinin içində IT, yəni ki kompüter elmləri üzrə bilgilərdir və onun ən ikinci hissədə kompüter mühəndisliyindən, kompüter proqramistliyindən, IT-dən sonra IT-dir, ofis proqramlardır, Microsoft-dur, yəni ki, kompüterə aid bilgilər tutur. Birinci sıranı, ikinci sırada da süni intellekt bilgiləri, yəni süni intellektlə bağlı məlumatlar öyrənib, onu siz bir çox şirkətlərdə gedib məşğul ola bilərsiniz. İkinci sahədə bizneslə bağlı bütün iqtisadi məlumatları öyrənməkdir. Yəni seçim eləyən zaman. İndi burada bu təlimə YouTube platformasında da yayınlandığı üçün mən onu hər iki tərəf üçün də deyirəm ki, orada əgər yeni tələbə olmağa, bu il imtahan verəcək olan 11-ci siniflərimiz varsa və yaxud da universiteti qutarıb ikinci təhsil üçün imtahan verib ikinci təhsili seçənlər varsa, mən indidən məlumat verim ki, onlar yəni IT-ni seçə bilərlər, süni intellektlər seçə bilərlər, süni intellekt sahəsini seçə bilərlər, ondan sonra biznes sahəsini seçə bilərlər, turizmi seçə bilərlər. Bunlar yəni ki, ən aktiv, ən bütün şirkətlər üzrə ən çox tələb olunan sahələrdəndir. Onların həm də xaricə də çıxışı var. Yəni ki, onlar istəyir Amerika olsun, təbii ki, ingilis dili bilmək mütləq şərtdir. Çünki bütün dünya ingilis dili üzrə yəni dilli, ingilis dili olduğu üçün məsəl üçün Almaniyada gedəndə ingiliscə danışır ortaq dil olaraq, sonra İngiltərəyə gedəndə də, İspaniyaya gedəndə də, yəni ki, hər kəs ayrı-ayrı dil öyrənmək əvəzinə bir ortaq dil olaraq ingilis dili seçilib. Yəni ki, bu qayda belə qəbul olunduğu üçün ingilis diliniz mütləq yaxşı səviyyədə, əla deməzdim, amma yaxşı səviyyədə olsa orta səviyyədən bir tık yuxarı olarsa siz istədiyiniz xarici şirkətə, xaricə imtahan verərək orada qəbul gedib oxuya bilərsiniz, yəni belə deyim. Və əgər o sahələri oxumusunuzsa, orada gedib işləyə bilərsiniz. Düzdür, xaric üçün öz çətinlikləri var, amma yenə də deyirəm, bu sahələrin bütün dünyaya keçişi var. IT-dir, yəni ki, kompüter elmləridir, proqramistlik, ofis proqramları, Microsoft və indi birinci qrup sahəsi, yəni birinci qrup ixtisasları özləri başa düşdülər hansını deyirəm. Ondan sonra yeni təzə 2020-ci ildən səhv etmirəmsə süni intellektlə bağlı ixtisaslar
öyrənməyə daha çox tələbat yaranıb, çünki artıq dünya ona tərəf gedir. Sonra biznesdir, turizmdir, biznes deyəndə marketing, biznes, turizm, sonra həkimlik, hüquqşünaslıq, həkimliyin içində psixologiya da gedir. Psixologiya və kliniki psixologiya. Yəni həkimliyə daha çox kliniki psixologiya aiddir, amma ümumiyyətlə həkimliklə, yəni eyni səviyyədə psixologiyanı da götürürlər. Yəni əsas tələbat olanlardan biri də odur. Çünki bütün sahələri süni intellektlər yavaş-yavaş əvəz eləyə bilir. Yəni müəllimliyi olsun, ondan sonra təlimçilik olsun. Məsəl üçün indi istədiyimiz bir dizaynerlik olsun, bu arada onu da deyim. İstədiyin sahə üzrə süni intellekt proqramlarına yazaraq orada istədiyin məlumatı insana çatdırır. Yəni əl əməyi olan işlər artıq belə deyim yavaş-yavaş süni intellektə keçirdiyə çox o qədər yəni elmi, bilgi lazımdır. Artıq əl qabiliyyəti olan işlər yavaş-yavaş süni intellektə keçir. Yəni onun üçün müəllimlik məsələn süni intellekt əvəz eləyə bilir. Çünki orada istədiyin məlumatı yazırsan, o artıq oradan çatdırır insana. Yəni onun üçün ən əsas olan psixologiyadır, biznes sahəsidir, turizmdir, IT üzrədir, bir də süni intellekt üzrə. Bu əsas 5 ixtisası biləndən sonra bütün sahələr bunların elə bil bir qoludur. O biri sahələri artıq çox asan şəkildə həm öyrənmək olar, həm də ki o sahələrdə gedib çalışmaq olar. Aha, indi biz biznesi, hansı biznes sahələrini seçəcək, hansı ixtisasları seçəcəyinizi dedi. İndi hansı biznes sahəsini seçəcəklərinizi deyim. Biznes sahəsi məsəl üçün psixoloqsuz, sıfırdan belə deyim, həkimlik üzrə bitirmişsinizsə, məsəl üçün psixoloji seanslar, artıq seanslar keçə bilərsiniz. Kliniki psixologiyanı həm tədrisi ilə məşğul ola bilərsiniz, həm kliniki psixologiya üzrə seanslar qəbul edə bilərsiniz. Ondan sonra, yəni həkimliyi bitirən hər kəs psixologiya üzrə artıq seans edə bilər. Seansı ilə məşğul ola bilər, yəni dərin səviyyəsində, dərin səviyyədə, daha çox irəliləmiş səviyyədə o biznes sahəsi ilə məşğul ola bilər. Ondan sonra ikinci sırada gəlir süni intellektlə bir proqramlar hazırlanmasıdır, bir işli videoların hazırlanmasıdır, şəkillərin hazırlanmasıdır, məlumatların toplanmasıdır. Onlar üzrə bir biznes qura bilərsiniz. Süni və yaxud da süni intellekt mütəxəssissə, süni intellektin yaradılması, yeni süni intellekti yarada bilərsiniz. Məsəl üçün ChatGPT var, sonra bir çoxu var, indi adları yadımdan çıxıb. Onlardan daha ayrı, fərqli birini yarada bilərsiniz və bunu yaratmaq üçün 2 ixtisas lazımdır. Biri kompüter bilgiləri olsun IT üzrə. Biri də ki, süni intellekt üzrə. Bu 2 bilgi olsa, artıq siz istədiyiniz süni intellekt proqramını yarada bilərsiniz. Yaratdıqdan sonra onu artıq bəzi süni intellekt şirkətləri var. Onlara ya planınızı e-mail vasitəsilə göndərə bilərsiniz, ya da ki, üzbəyüz gedib o planınızın layihəsini verə bilərsiniz ki, mən bunu artıq bacarım. Bir də layihə meneceri var, layihə planlaması üzrə meneceri var, o da səhv eləmirəmsə ikinci qrup ixtisaslarındandır. Onu da öyrənməklə, yəni daha çox tələbat o sahələr üzrədir və mən də bu arada o bilgində çatdırım ki, mən yenilikdə təzə bir neçə ay olar insan resursları üzrə də kursu bitirmişəm deyə, yəni o hansı ixtisaslara tələbatları var, onları da yəni sizlə bir gün istəyə uyğun insan resurslarının hansı sahələrə tələbat var, onları da keçə bilərəm. Çünki biz təlim keçən zaman bizə hansı
ixtisaslar üzrə vakansiya tərtib etmək lazımdır və yaxud da nəyləri analiz etmək lazımdır. Onu psixologiya ilə insan resurslarını sintez eləyərək o ixtisası istəklə seçibmi, yəni öz məntiqi olaraq zehinsel seçibmi, yoxsa alt psixologiyadan, bilinc altından gələn məlumatlarla seçibmi, travmalarla, qorxularla, yoxsa gen yaddaşı ilə gələn məlumatlarla mı seçilib, onları artıq psixologiya və insan resurslarını birləşdirərək artıq bəzi məlumatlar əldə etmək olur. Və ondan sonra keçdik, bu dəqiq elmləri keçdikdən sonra psixoloji biznesdə aça bilərsiniz. Yəni, psixoloji biznes deyəndə belə insana biraz qəribə gəlir, düzdür, amma psixoloji təlimlər keçsəniz artıq o biznes sayılacaq, brend yox, hələ biznes sayılacaq. Ondan sonra yenə də deyirəm, geyim, aksesuarla məşğul olsanız, onlar da biznes sahəsidir. Ondan sonra həkimliklə, kosmetologiyadır, sonra vizajistlikdir, saç düzümüdür, make-updır. Onlarla da məşğul olanda, onlar da artıq biznes sahəsi sayılır və hansında internetdə araşdırmaqla, təbii ki, keçən dəfə mən sizə dərsdə keçmişdim. Sizin seçmək istədiyiniz sahə üzrə araşdırmalar etmək lazımdır və onların planını yaratmaq lazımdır ki, siz bu sahələri istəyirsiniz. Bunlar uğurlu olubmu, yoxsa uğurlu nəticə əldə etməyiblərmi? Onları tam şəkildə araşdırıb məlumat topladıqdan sonra 6 ay ən azı ona hazırlıq etdikdən sonra, bu çox vacib bir şeydir, 6 ay. 6 ay o ixtisas barədə, o sahə barədə araşdırma lazımdır. Yəni ki, mən onu araşdıranda psixologiyadır, sosiolojidir, onları mən artıq hardasa 9-cu sinifdən, yəni məktəbi hələ bitirməmişdim, mən artıq o sahə üzrə araşdırmağa başlamışdım. Düzdür, sosiologiya sonradan daha dərinləşib, yəni ki, əvvəl o qədər də başqa sahələrdə var idi, amma sırf bu qədər dərinləşməyi və bu qədər çox yayılmağı yeni dövrlərdən başlayıb və artıq o da daha çox hansı sahə genişləyirsə, o sahəyə daha çox tələbatın olması ilə bağlıdır. Məsəl üçün, IT sahəsinin bu qədər genişlənməsi o sahəyə daha çox marağın olması ilə bağlıdır. Yəni, daha çox ehtiyacın olması ilə bağlıdır. Süni intellektin bu qədər geniş kütləyə, yəni geniş insanlara, auditoriyaya səbəb olmağı, bu qədər çox yayılması, ehtiyacın, tələbatın çoxalmasıdır. Onun da çox qısa bir izahı var. Niyə bu sahələr, bu iki sahə daha çox yayılmağa başlayıb? Çünki həyat tələsir, ritm tələsir və insanlar bir şeylərə çatmağa çalışır. Yəni, biraz da psixoloji məlumatları çatdırım sizə. Daha çox insanlar tələsir və istəyir ki, hər şeyi bir anda etsin, dincəlməyə də, belə deyim, vaxt qalsın deyə. İnsanlar hər şeyi daha tez etməyə çalışır. Məsəl üçün, mən bir çox təlimlərdə görmüşəm, əmək qabiliyyətindən istifadə edib poster hazırlamırlar. Mən bunu açıq şəkildə deyim, düzdür, deməyəcəm hansı akademiyalar, kurslardır, amma onu daha çox, yəni daha asan əldə etmək üçün süni intellektdən hazırlayırlar. Mən düzdür, deməyəcəm hansı akademiyalardır, hansı kurslardır, adını çəkməyəcəm, bu etik deyil. Həm mənim üçün etik deyil, həm sizin üçün onu dinləmək etik olmayacaq, həm də onların hazırlandığını ifşa etmək etik deyil. Yəni, bunu deyim. Həm də onların onu hazırlanması daha asan yolla, süni intellektin hazırlanması etik deyil. Məsəl üçün, onu süni intellektdən biri var hazırlana, o daha fərqli, məsəl, videoları süni intellektdən hazırlayan da onu insan öz üzün göstərmək istəmir, öz səsin danışmaq istəmir, üstündə süni intellektlə videolar hazırlayır. O ola bilər. O ayrı bir məsələ. O tamamilə haqlıdır.
Ondan sonra bəzi mətnlərin çıxarışıdır. Hə, o da haqlıdır. Məlumat yoxdur. Ya Google Chrome-a yazıb məlumat tapdın, ya da ki süni intellekt proqramından ChatGPT-yə yazdın, məlumat tapdın. Hə, bu burada haqlıdır, burada halaldır, problemi yoxdur, araşdırmalar eləyir. Amma posterdir, sertifikatdır, onların mən çünki bir çox, yenə də deyirəm, kurslardan bilirəm, onlayn kurslarda daha çox belədir. Onu hazırlayırlar və özünüz də görsəniz bilə bilərsiniz ki, bu hansı süni intellektlərdə, hansı deyil. Çünki onda süni intellekt tərifləri tam tanımır. Yəni, Azərbaycan dili hərflərini daha çox tanımır, İngilis şriflərindən türkçəsi şriflərini tanıyır. Yəni, əni, ünü, ını, sonra önü, bəzi hərfləri Türkiyədə, Amerikada olmayanları tanımır. Bir də səhv etmirəmsə ğı idi. Onları bizdə var, amma digər ölkələrdə olmadığı üçün və Amerika İngiliscəsində də olmadığı üçün onları ChatGPT tanımır. Digər platformalarda tanımır, amma əsas o, bu dəqiqə hər kəsin istifadə elədiyi ChatGPT olduğu üçün ona bəzi ara dilləri, belə Lori dilindən desək, ChatGPT, nəsə belə bir şey də deyirlər. Amma onun əsl adı, yazılışı ChatGPT-dir, ona görə mən ChatGPT deyirəm ki, hər kəs başa düşsün. Yəni, belə düzgün adı ChatGPT-dir. Yəni, belə deyim. Yəni, kimin dilinə necə yatırsa, o cür deyir, mənim dilimə ChatGPT yatır, elə deyil, yazıldığı kimi demək, dilimə yatır deyə mən artıq kim necə deyir, onlara qarışa bilmərəm. Yəni, mövzumuz yayındır. Posterlə sertifikatın hazırlanması o artıq düzgün deyil. Məsəl üçün, onu hazırlayanda artıq o doğrudan dizayner olanların, yəni haqqı ilə, öz əlinin əməyi ilə 4 il oxuyub, 2 ildə magistrini oxuyub, dizaynerliyi bitirənlərin əlindən o işi almış olur. Məsəl üçün, poster hazırlamağa bu süni intellektlə hazırlayan insana, nə bilim, tutalım, məbləğ indi burada nümunə kimi deyirəm, həqiqi məbləğ deyil, nümunə kimi deyirəm, tutalım 5 manat verirsiniz, poster hazırladırsınız. Bu 5 manat, bəlkə o 2.50-yə hazırlayacaq, o öz əl əməyi ilə hazırlayan insan. Onun artıq o 2.50-yə hazırlayacağın həm siz uduzacaqsınız ona verərək, həm siz uduzacaqsınız, həm də ki o belə dizayner olanın artıq əlindən həmin iş alınmış olacaq. Siz ona görə ən yaxşısı indi deyəcəksiniz ki, burada əminəm yazırsınız ki, bəs onun fərqini necə bilək? Onun fərqini o cür bilə bilərsiniz ki, adının ya WhatsApp nömrəsinin, ya da ki Instagram'dır, YouTube'dur, TikTok'dur, indi hansı platformada görüb bilmişsinizsə, onun aşağısında məlumat hissəsində yazır ki, tutalım, belə deyim, psixoloq, insan resursları və dizayner yazırsa, siz artıq o dizaynerə olana yazmalısınız. Ki, yəni bilirsiniz ki, bunun haqqında məlumatda dizayner yazılıbsa, deməli bu, o ixtisası bitirib. Çünki o ixtisası bitirməyən insanlar ömrü boyu adının aşağısında onu yazmırlar. Məsəl üçün, mənim şəxsi Instagram səhifəm var, ora psixoloq yazmışam, çünki mən o sahə üzrə oxuyuram deyə, mən o sahəni yazmışam ora. Yəni, məsəl üçün, SMM-mi bitirsəydim, SMM olsaydım, ora yazardım SMM mütəxəssisi. Ondan sonra biznes sahəsini bitirsəydim, yazardım biznes sahəsi mütəxəssisi, biznes sahəsi üzrə mütəxəssis və yaxud da menecer, nə bilim, məsləhətçi. Onu yazardım, amma mən psixologiyada, şəxsi inkişafda o sahələri bildiyim üçün, sosiologiyada o sahəni bildiyim üçün mənim haqqımda məlumatlar da o var. Və keçdiyim kurslarda da mənim öz bildiyim ixtisasım olan sahələri keçirəm. Yəni, belə deyim. Yəni, siz də çalışın öz sahəniz üzrə ixtisaslar seçin. İndi burada yəqin ki, yorumlarda yazacaqsınız ki, bəs universitet ixtisaslarını seçməyənlər
necə olsun, yəni universitet yox, kolleci bitirən və yaxud da o öz universitet sahəsini oxuyub, amma o sahəni istəməyib, başqa sahə seçənlər, onlar da, necə deyim, çox düzgün şəkildə, professional şəkildə birindən kurslara qoşularaq o həmin sahə üzrə təkmilləşməlidir. Yoxsa sizi vurub sıradan çıxardacaqlar. Yəni, acı həqiqət olsa da, siz o sahənin biləni olmasanız, o sahə üzrə məlumatınız olmasa, YouTube'dan, oradan, buradan videoları izləyərək bu sahəyə atılsanız, o artıq, necə deyim, sizi sıradan çıxartmağa çalışacaqlar. Çünki o sahə üzrə doğrudan bilənləri, yəni bazanız olmasa, bilgiləriniz olmasa, o sahənin, belə deyim, aslanları, şirləri, belə deyim, yəni nümunəni biraz qəribə çıxsa da belə istifadə etmək istəyirdim. Yəni, o sahənin bilənləri öz məlumat bazaları ilə, düşüncələri ilə artıq sizin o xırda bir yerlərdən araşdırdığınız məlumatlarla vurub sizi sıradan çıxardacaqlar. Yəni, onun üçün çox dərin araşdırma eləmək lazımdır və onun üçün də 6 ay. Çox xahiş edirəm, bu 6 ay qanununa əməl eləyin. Yəni, 6 ay deyəndə birinci gündən bazar gününə qədər araşdırma eləmədiniz hər 6 ay. 6 ayın sonunda bircə gün girdiniz YouTube'dan və yaxud da hər hansısa bir sosial şəbəkədən səhifəyə baxdınız. Dediniz ki, hə, mən buna baxdım, 2-3 bir şey yazdım, yox. 30 gün, hər ay 30 gün mütləq o səhifələri izləməlisiniz. Nə paylaşır? Öz səhifəniz kimi aktiv saxlamalısınız. Məsəl üçün, 30'u vuracaqsınız 60'a. 180 gün. Səhv eləmirəmsə, 180 gün artıq siz o səhifəni araşdırmalısınız. Bu mütləq bir qaydadır. Yoxsa siz bu işdə uğurlu ola bilməyəcəksiniz. Və o çəkdiyiniz əziyyətlərdə, etdirdiyiniz reklamlarda gücünüz də, motivasiyanız da, psixologiyanız da boş yerə işləmiş olacaq. Yəni, mən sıfırdan gedib IT sahəsi üzrə çalışsam, artıq mən həm özüm motivasiyadan düşəcəm, yəni öyrənməmiş, bilgisiz. Gedib tamamilə sıfırdan IT üzrə və yaxud süni intellekt mütəxəssisi üzrə proqram yaratmaq istəsəm, əlbəttə ki, mən o işdən əli boş çıxacam, əli boş qayıtmalı olacam. Çünki o sahənin, həmin sahələrin bilənləri çoxdur deyə, həddindən artıq bilgilidirlər və profesional yetişmişdilər deyə, onu artıq sizi, necə deyim, çıxardacaqlar siyahıdan. Və onu da deyim ki, təcrübə əldə etməyə çalışın. Könüllü proqramları demirəm. Könüllü qoşulmaq yox. O ödənişsiz könüllü qoşulmalar, o sadəcə bir sertifikat verəcəksə, bir də boş vaxt itkisi olacaq. Yəni, bunu indidən deyim, tələbə olanlar daha çox gedir. İndidən deyim ki, tələbələrə o qədər çox, necə deyim, yorğunçuluq olacaq, belə deyim. Baxıram mı hansı könüllü proqramları bitirəcəyinizə. Amma hər birinə, yəni hansını gördünüz ona atılmayın, belə deyim. Təcrübə ilə sabit özüm o yolları keçmişəm deyə çox yorucu olur, onu bildirim. Və necə deyim, təcrübə ayrıdır, praktikadır, yəni o mənim təcrübə dediyim. Biri də var ki, könüllü. Könüllü yox, könüllü qalsın qırağa, onu silin, onu unudun. Amma bu təcrübə proqramlardır. Məsəl üçün, kurslara getməkdir, hansısa bir sahədə part-time işləməkdir, o ixtisasınız üzrə sahədə part-time işləməkdir. Mən indi bunu daha çox tələbələr üçün deyirəm. Bir də ki, tələbəliyi bitirib, yenidən tələbə olmaq istəyənlər, ikinci ixtisas seçənlər üçün də qeyd etmək istəyirəm ki, nəyi seçə bilərsiniz? Yəni, seçəcəyiniz ixtisas üzrə, əgər fərqli ixtisas seçəcəksinizsə, onun üçün 6 aylıq kurslara, ən az 6 aylıq kurslara gedin və 6 ayda praktikalara qoşulun. Kursdan əlavə 1 il mütləq sizin təcrübəniz olmalıdır. Ki, yəni ki, 1 il içində, 365 gün içində xeyli çoxlu dəyişimlər olur. Yəni, bir sahə üzrə, məsəl üçün, nəyə götürək? Süni intellekt 2020-dən
2025-ə qədər dəyişimlər artıq yerlə göy qədərdir. Əvvəl sadəcə süni intellekt iPhone telefonlarında da var idi. ChatGPT-nin iPhone versiyası Siri var idi. Siri. iPhone istifadə edənlər bilər. Siri ilə orta hissəni, buranı bir dəqiqə görüm, səhv tutmuşam. Bu hissədə balaca knopka olurdu. Bunu basırdın üstündən möhkəm. Açılırdı, deyirdi, əfəndim, orada yazı deyilirdi, hey Siri, nə bilim, kliniki psixologiya haqqında məlumat. Onu deyib, artıq siz səsi tutduqda o sizə məlumatları deyir və yaxud da narsizm haqqında məlumatlar sizə deyir, yalnız o saatdə. İndi artıq süni intellektlə videolar yarada bilirsiniz. Və bizim 10 dəqiqəmiz qalıb artıq sizə şəxsi marka və biznes markası barədə məlumat verim. Şəxsi marka nədir? Şəxsi marka təlimdə siz nə öyrəndiniz? Öyrəndiniz ki, şəxsi marka deyəndə artıq 2 marka növü var. Şəxsi marka və biznes markası. Şəxsi marka sizin kimliyiniz, dəyərləriniz, davranışınız, danışıq tərziniz, geyim üslubunuzdur. Yəni bunun hamısı psixologiya, nitq mədəniyyəti, yəni natiqlik, şəxsi inkişaf, bədən dili, bu 4 sahə üzrə artıq siz bunları davranış bədən dilidir, danışıq tərzi natiqlikdir, sizin kimliyiniz psixologiyadır, tək-tək deyim, psixologiya, ondan sonra dəyərləriniz şəxsi inkişaf, davranışınız bədən dili, danışıq tərzinizdə natiqliyiniz və geyim üslubu da davranışınızdır. Davranışınızla birlikdə artıq bu da, bu ikisi. Davranış və geyim üslubunuz da artıq bədən dilinə aiddir. Yəni o 4 sahəni bitirən artıq marka yaratmağa tam şəkildə hazırdır. Yəni məsuliyyətli bitirən. Məsəl üçün bizim bu marka ol təliminə qoşulan məsuliyyətli xanımlarımız var. Onlar artıq bu bədən dili sahəsini bitirdikləri üçün artıq bir addım daha yaxınlaşmış olurlar və məsuliyyətli olan hər kəs bütün sahələri məsuliyyətli şəkildə bitirib istədiyi sahəyə atıla bilər. Ondan sonra biznes markası nədir? Bu çox vacib bir şey. Maraqlanıram. Üzrlü sayın. Aha, buyurun, buyurun. Multiplikasiyada da maraqlanıram. Yəni TOT təlimçiliyinə də qoşulmuşdum, o ayrı. Ondan əlavə öz danışığımın üzərində də işləmək istəyirəm. Çünki biz arada parazit sözlərdən də istifadə edirik, istər istəməz. Bunların hamısı da təsir eləyir. Geyim üslubu falan da indi evdəyəm, çox yəni fikir vermirəm. Amma fikrimdə var, onların hamısını öz biznesimi quranda və yaxud da dövlət işinə çıxanda bunların hamısını əmal etmək fikrim var. Bir də sizin sözünüzə qüvvət olaraq bir söz demək istəyirəm ki, siz dediniz 6 ay araşdırma. Mən misal üçün illər öncə bunda təhsilim vardı, təhsil almışdım. Amma dünən aldığımız təhsilə bugün hərəkət edə bilmirik. Çünki inkişaf çox gedir. Ayıqlaşmaq üçün öz üzərimizdə işləyib özümüzü inkişaf etdirməliyik. Siz çox düz buyurursunuz. Bəli, məsəl üçün belə deyim, əgər bir aylıq tədrislə hər sahə üzrə işləmək olarsa, universiteti də qoyuram qırağa. Məktəbdə niyə 1-ci sinifdən 11-ci sinifə qədər 11 il tədris keçilir? Yəni, əgər elədirsə 2 ay, 3 ay tədris edilib, yəni lap Azərbaycan dili olsun, riyaziyyat olsun, ədəbiyyat olsun, ingilis dili olsun. Yəni bircə ay bəs eləyirsə insana, ya da 15 gün bəs eləyirsə 11 il uşaqları məktəbə get gəl elətdirməzlər. Yəni bu heç kəsə sərf eləmir ki, 11 il dursun əziyyət çəksin və yaxud da ondan sonra da plusda 6 il universitet həyatına əziyyət çəksin. Yəni onun üçün insanın bildiyi sahə üzrə 6 ay araşdırması kifayət edir. Bəli, sizin də dediyiniz sözlər çox düzgün idi. Danışıqda insanlar u səslərlə, yəni parazit səslərlə istifadə edir və mən də arada unuduram, yadımdan çıxır, parazit sözlərdən istifadə edirəm. Çünki məndə tədris dili, necə deyim,
türkçədir deyə, türkçə və ingiliscə ikisi yan-yana. İngiliscə sosiologiya ingiliscə olduğu üçün onu türkçəyə tərcümədə çox vaxtı ingilis dilindən istifadə olunur deyə mənim artıq və mən psixologiyanı da ingilis dilində öyrəndiyim üçün, APA-nın üzvü olduğum üçün mən artıq onu tərcümə edənə qədər onu düşünüb çevirənə qədər artıq o bəzi parazit səslərindən istifadə edirəm. İkidir, mən özüm də öz danışığımda bunları istəyirəm ki, yanvar ayında onların üzərində işləyəm. Yəni özümü biznesdə qursaq, dövlət işində də işləsək, belə deyək də, həmişə bizə bədən dilidir, bir də natiqlik. Bu ikisi qurtardığımız sahələrinə bərabər, həkim də olsaq, müəllim də olsaq, təlimçi də olsaq, nə hansı sahədə oluruq, olaq, bədən dili, natiqlik, bu ikisi mütləq bilinməlidir, öyrənilməlidir. Bəli, tamamilə düz müşahidə etmisiniz, tamamilə dərsimizi çox gözəl başa düşmüsünüz və bədən dilindən də bu qısa müddətdə öyrəndiklərinizdən əhsən sizə. Və bayaq dediniz, geyim üslubuna mən evdəyəm deyə fikir vermirəm. Evdə olan hər kəs geyim üslubuna, danışıq tərzinə fikir vermir. Yəni danışıq tərzi deyəndə mən parazit səslərdən istifadə olunmağını deyirəm. Ona heç kim evdə olanda fikir vermir. Yəni şərt deyil ki, evdə olanda necə deyim, rəsmi formada hərəkət olunsun. Evdə olanda ailə ilə, yaxın ətraflansan deyə, yəni güvənilir alandasan deyə nə bədən dilinə fikir vermirsən, nə danışıq tərzinə, nə geyim üslubuna. İstəyən evdə pijama ilə gəzir, yəni biraz yaxşı çıxmasa da onu... Belə deyək. Necə? Bəli, elədir. Eləyək. Rahat geyimlər seçirik ki, çünki evdəyik, rahatıq deyə. Amma mən sabah işə çıxdımsa, iş həyatıma başladımsa, belə deyək, onda rəsmi geyimlərdən, klassik geyimlərdən daha çox istifadə edəcəm. Bəli, mütləq o formada istifadə olunmalıdır və buradan yeni tələbəliyə atılan və yeni sahələr üzrə seçim edənlərə də bildirmək istəyirəm. İlk gün özünüzü sıxmadan həm sadə geyimlə getməyə çalışın. Məsəl üçün pencək varsa qara pencək rənglilərdən çox istifadə etməyin. Qara pencəkdir, ağ köynəkdir, qara şalvar və yaxud da yubqadır. Yubqada bəzən çox vaxtı bəzi iş yerləri qəbul etmir. Şalvarlardan daha çox istifadə edirlər. Yubqa deyəndə yəni ətək demək istədim. Ətəkləri çox elə icazə verilmədiyi üçün, bəzi iş yerlərində boy məsələsi olduğu üçün çox belə necə deyim, icazə verilmir. Ona görə şalvar, lasin yox, şalvarlardan istifadə etmək lazımdır. Yəni klassik geyim, kostyum da, yəni belə deyim, kostyumdan istifadə edərək rahat tərzdə həm işə götürən görəcək ki, bu ciddi və məsuliyyətlidir. Ona görə artıq ondan necə deyim, bir tık daha, bir səviyyə daha gözündə belə yüksəlmiş olacaq. Bəli, aksesuarlarımız da çox balaca olsa daha yaxşıdır, saatdan istifadə olunsa daha yaxşıdır. Belə deyim, makyajımız sadə və çox az olsa daha yaxşıdır. Ətirdən çox həddindən artıq istifadə etməsək daha yaxşıdır. Çünki qarşıdakı insanların allergiyası da ola bilər. İlk iş görüşmələrinə gedəndə bir çox nüanslar var ki, onlar nəzərə alınmalıdır. Bəli, məsəl üçün yumşaq ətirlər seçilməlidir. Nə çox sərt olmayan, nə çox şirin olmayan belə orta standart ətirlər seçilməlidir. Aksesuarlarda düz vurğuladınız, çox şit olmamaq tərzi ilə seçilməlidir. Ondan sonra oturuş tərzi məsəl üçün ayaq üstünə atılmamalıdır. İlk iş görüşməsində bu çox özündən razılıq əlaməti, çox loğalıq çıxdığı üçün. Yəni hərəkətlərə... Mini yubqalardan qətiyyən çox istifadə etmək olmaz, mini yubqadan. Bəli, mən bayaq onu bildirdim. Yubqadan istifadə edə bilərik. Amma yubqada dizüstü olmalıdır. Hətta ilk iş görüşməsində o insanlarda ilk təəssürat yaradacağımıza görə pis, yəni çox pis təəssürat yarada bilərik ilk görüşdə.
Bəli, yəni çox başqa cür başa düşülə bilər. Ona görə ən yaxşısı kostyum geyinməkdir ki, yəni standart bir izahı var kostyumun. Bəli. Bir də ara məsafəsi. Mən sizinlə o dərsi keçmişdim.